Deməli, son zamanlarda Amerika Birləşmiş Ştatları və İran arasında, xüsusən də Hörmüz boğazının açılması ilə bağlı Donald Trump'ın, eyni zamanda İran prezidenti Məsud Pezeşkiyanın müəyyən açıqlamaları var və onlar bir-birinə qarşı müəyyən proseslər istiqamətində addımlar atırlar. Amerika Birləşmiş Ştatları İrana qarşı iqtisadi təzyiqlərin olması ilə bağlı yeni sərəncamlar, sanksiyalarla bağlı yeni layihələr imzalayıblar və bunun qarşılığında da Məsud Pezeşkiyan, yəni İranın prezidenti Məsud Pezeşkiyan belə bir açıqlama verir ki, yəni Amerika Birləşmiş Ştatları hər nə qədər iqtisadi təzyiqlər göstərsə də, İran buna qarşı davamlı cavab tədbirləri görəcək, xüsusən də əlavə olaraq digər təşkilatlar, ölkələr, həm müttəfiq ölkələrlə bağlı yaxınlaşmalar olacaq, xüsusən də BRICS təşkilatında aktiv iştirakı da gözlənilir. Yəni bununla bağlı da yeni bir insident yaranır və bu insident mina insidentidir ki, Hörmüz boğazında hələ də minalar qalıb. Baxmayaraq ki, bununla bağlı Donald Trump olsun, eyni zamanda digər komandanlıqlar və yaxud da komandirlər olsun ki, bununla bağlı açıqlamalar veriblər ki, Hörmüz boğazında hər hansı bir mina yoxdur, amma müttəfiqlər tam əkisini düşünür və 80-150 minanın qalması ilə bağlı müəyyən açıqlamalar verilir. Düşünürlər ki, yəni burada artıq Amerika və İran arasında müəyyən ziddiyyətlər yaranır və Amerika Birləşmiş Ştatları hesab edir ki, bu İranın yeni bir siyasətidir, yalan informasiyaların verilməsi ilə bağlı. Çünki Ağ Ev rəhbəri Donald Trump'ın açıqlamasına görə hər hansı bir mina yoxdur və nəzarət Vaşinqtondadır, ancaq İran isə bunun tam əksini düşünür. Həmçinin müttəfiq ölkələr bunun tam əksini düşünür. Bununla bağlı bir çox ekspertlər olsun, iqtisadçılar olsun açıqlamalar veriblər ki, istəyərdim ki, həmin açıqlamaları sizin diqqətinizə çatdırım. Belə ki, Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin nümayəndəsi Tim Hawkins belə bir açıqlama verib ki, Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri bu su marşrutunu İran tərəfindən quraşdırılmış minalardan tamamilə təmizləyib və Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış tranzit marşrutları İranın dəniz minalarından təmizlənib. Məncə əlavə şərh verməyə ehtiyac yoxdur. Yəni düşünür ki, əlavə şərh verməyə ehtiyac yoxdur, təmizlənib, artıq mina yoxdur. Ancaq qarşı tərəf, İran tərəfi olsun, belə düşünmür. Hətta Məsud Pezeşkiyanın buna cavab olaraq yeni bir açıqlaması var ki, o bildirir ki, Amerika müharibədə heç nəyə nail ola bilmədiyi kimi bu mərhələdə də iqtisadi təzyiqlə heç nəyə nail olmayacaq. İndiyə qədər etdiyimiz və etməyə davam edəcəyimiz kimi iqtisadi təzyiqlərə qarşı möhkəm dayanacağıq. Bundan başqa bir açıqlama da var, istəyərdim həmin açıqlamanı da deyim. Belə ki, Bloomberg'in iqtisadçısı Becca Wasser belə bir açıqlama verib ki, boğazdakı bütün mədənlərin təmizlənməsi çox az ehtimal olunur. Mina təhlükəsi azaldılsa belə, İran yenə də gərginləşə bilər. Çoxsaylı ticarət gəmiləri İran dronlarının və qısa mənzilli raketlərinin əhatə dairəsindədir. Hətta bir çox Amerika Birləşmiş Ştatları hava hücumundan müdafiə sisteminin əhatə dairəsindən kənardadır. Qısaca, nəticə etibarilə də belə düşünürlər ki, artıq bu minalar əgər varsa təmizlənməlidir və eyni zamanda Hörmüz boğazında keçidlər açılmalıdır. Amerika Birləşmiş Ştatları iqtisadi sanksiyaları dayandırmalıdır və bununla da artıq istər neft, istər qaz, istər enerji cəhətdən, logistika cəhətdən dünya bazarlarında müəyyən yüksəlişlər əldə oluna bilər.